2025-ci il 25-ci sualın izahına baxaq. S2H4 etilen veriblər, bir də S2H6 etan veriblər. İkisinin bir yerdə kütləsi m qramdır və ikisinin bir yerdə həcmi 11,2 litrə bərabərdir. Qaz qarışığını tam doymuş hala gətirmək üçün, deməli burada hidrogenlə reaksiya daxil olmayacaq, çünki doymuş birləşmədir özü. Burada hidrogenlə reaksiya daxil olarkən S2H6 alınacaqdır. Tam doymuş hala gətirmək üçün 0,2 qram hidrogen lazımdır. 2 qram hidrogen S2H4-dən molla tapsaq və yaxud da kütlə ilə tapaq, elə birbaş 28 bu edəcək x. X elədi burada 2,8 qram. İndi bir də eyni zamanda mola ehtiyac var. 2,8 qram neçə mol deməkdir? 0,1 mol deməkdir, düzdürmü? İndi 0,1 molum neçə litr deməkdir? 2,24. Çünki 1 molum 22,4-dürsə, 0,1 mol neçə olacaqdır? 2,24 litr. Demək, 2,24 litr nədir? S2H4-dür. Bizə ikisini bir yerdə nə qədər veriblər? 11,2 litr. Deməli, biz S2H6-nın həcmini tapmaqdan ötürü 11,2 litrdən çıxmalıyıq 2,24 litri. Bu da eləyəcəkdir 8,96 litr. S2H6. S2H6-nın kütləsi, nisbi molekul kütləsi 30-a bərabərdir. 31 mol üçün, yəni 22,4 litr üçün keçərlidir. 22,4 litrimiz S2H6-nın kütləsi 30 qram olacaqsa, 30 olacaqsa, 8,96 litrimiz isə x eləyəcəkdir. Bunun vergülünü bura çəkib 10-luğu buradan silirəm. Bununla bu xısar gələn 4, x bərabər eləyəcək necə? 13, 4 dəfə 12, S2H6. İndi bir məsələ var. 12 deyil bizim cavabımız. Bizdən ikisinin kütləsi bir yerdə istəyir. 12 S2H6-nın kütləsi idi. 2,8 S2H4-ün kütləsi idi. Cəmsi bir yerdə neçə eləyəcəkdir? 12 üstə gəlsin 2,8. O da bərabərdir 14,8.